Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə salam ərz edirəm əziz dinləyicilərə, möhtərəm, möhtəşəm ustadlara. Mənim üçün böyük bir şərəfdir ki, Aydötür Şərəbyaninin bağında, süfrəsində əyləşib bu məna süfrəsindən öz bəhrəmizi, öz nəsibimizi götürək. Mənə görəv belə olubdur ki, Ənbiya surəsindən neçə ayənin şərhini, açıqlamasını sizinlə ortalığa qoyaq. Mən belə fikir eləydim ki, 5-ci ayədən ta 10-cu ayəyə qədərdir. İndi gördüm biləsə ki, 10-cu ayədən ta 15-ci ayəyədir. Ona görə biraz bizim o bəhslərimizdə oyan bu yan olsa, bizi siz bağışlayarsınız. Qabaqki gedişatımıza görə sizdən rüxsət istəyəcəm ki, ayələri diqqət ilə oxuyaq. Öz ana dilimizdə, türkcədə onu tərcümə eləyək və o nüqtələri ki, öz zehnimizə gəlir, ayələrlə bağlı onun açıqlamasında sizinlə ortalığa qoyaq. Ona görə çox xoşluram ki, elə sürətlə vaxtıma qədər Ənbiya surəsinin əvvəlindən mən sürətlə başlayam, o tərcümələri sizinlə ortalığa qoyaq. Əuzu billah minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İqtərəbən nasu hisabuhum və hum fi qəflətin mu'ridun. İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Yəni bu hesab kitab yaxınlaşdı. Belə zehnə gəlir ki, elə burada hesabın özü Peyğəmbərin özü olmalıdır. Çünki Peyğəmbər deyildi ki, mənlə qiyamət eynilə bir iki dənə barmaq kimin bir-birimizin yanındayıq. Mən gəlmişəm ki, sizin hesab kitabı yüz-üzə çıxsın. İqtərəbə linnas hisabuhum. İndi də mən gəlmişəm, eyni bir mənşur kimin siz özünüzü, əməllərinizi məndə görə bilərsiniz. Və hum fi qəflətin mu'ridun. Onlar isə qəflət içində həqdən üz çevirirlər. Həm qafildilər, həm də ki, eraz eləyirlər də, üz göndərirlər. Baxmırlar, heç kim gəlib, nə deyir, nə istəyir ortalığa qoysun, onlar baxmırlar ona. Ma yətihim min zikrin min Rabbihim muhdəsin illəstəməuhu və hum yəl'abun. Rəbbindən onlara gələn hər yeni xəbərdarlığa ancaq istihza ilə qulaq asırlar. Məsxərə eləyirlər, yeni söz gətirir Peyğəmbər. Yol vermirlər, öz işlərindədirlər, oynamaqdadirlər, amma nə mənədir, ona heç təvəccüh eləmirlər. Əgər də qulaq assalar, joyulla qulaq asmırlar. Və hum yəl'abun. Öz oyunlarındadılar, öz işlərindədirlər. Selamun aleyküm. Lahiyyətən qulubuhum və əsərrun nəcvə əlləzīnə zələmü həl həzə illə bəşərun mislukum. Əfətətунəs sihr və əntum tubsirun. Bunların ürəkləri çox məşğul, çox qəflətdədir. Yəni, ürəkdə bir yer yoxdur ki, o yeni söz gəlsin, bir də orada əyləşsin. Zülm edənlər gizli pıçıllaşırlar. Əsərrun nəcva, yəni gizli pıçıllaşmaq demək olar. O pıçıllaşmaqda o zülm edənlər deyirlər ki, həl həzə illə bəşərun mislukum. Bu Muhammed sizin kimi bir insandır.
Elə isə gözünüz görə sehrə tabi olacaqsınız. Ax bu bir dənə insandır, məmuli bir insan. Bu da sizi sehr eləyir. Bunlar öz yoldaşlarına deyirlər ki, bəs siz bu sehrə istəyirsiniz, tabi olasınız. Bunu ki siz özünüz görürsünüz. Qalə Rəbbi, bu qalə Peyğəmbərin özünküdür da. Qalə Rəbbi ya'lemul qavl fis-semai vel-ard və huvəs-semi'ul alim. Peyğəmbər dedi ki, Rəbbim göydə və yerdə söylənən hər bir sözü bilir. Nə var orada? Hətta sözlərə kimin? Sözləri ki biz bir-birimizlə danışırıq, bir əqd və peyman olaraq onlara da bunun işrafı vardır və o bilir. O hər şeyi eşidir və bilir. Biləndir ya eşidəndir. Bəl qalu bu bəli demək olar ki, neçə cürə bəl var da ərəbidə. İsteynafdır, başlanıbdır, amma mənası o ezrab və tədarüşdən istəyir o keçmiş mənanı bir adca irtiqa versin və çəhsin üstə. Yəni təhcə o deyir. Bəlkə onlar nə deyirlər? Deyirlər ki, qalu əzğasu əhlamin bəl iftirahu bəl huvə şairun fəl yə'tina bi ayətin kəma ursiləl əvvəlun. Onlar, yəni onları ki yəl'əbunə idilər, sözə qulaq asanda göğül vermirdilər və oynuyurdular. Onlar isə dedilər ki, bu sözləri ki bu gətirir, yəni bu Qur'an qarma-qarışıq yuxulardır. Əzğasu əhlamin qarma-qarışıq yuxulardılar, rüyalardılar. Yəni elə bir məsələn ərəblər də elə o zaman belə hiss eləyirdilər ki, bəlkə bu vəhyin ənməsi bir rüyaya oxşar. Yəni o rüyayı Muhammed ki, Döhdü Suruş bəhslərində açır ki, əlbəttə Qur'andan bir qudsiyyət zudayi eləyir demək olar. Bu ərəbin elə öz sözləri idi orada ki, özləri deyirdilər o zaman. Olmuya bu əzğasu əhlamin olsun. Yəni bir para rüyalar olsun ki, bu adam hər şeyi o rüyalarda təsvir pərdazlıq eləyir. Xeyr. Bəl iftirahu. Yenə də bu bəl keçmiş o mənanı istəyir irtiqa versin, gətsin üstə. Onu özü uydurmuşdur. İftirahu. İftirahun gənə feili demək olar faili Peyğəmbərin özü olaraq o da o Qur'ana o sözlərə qeydərək iftira burada iftira vurmaq mənasında deyir. Bəlkə demək olar uydurmaqdır bir dənə. Bir dənə qurucu bir şey, qondarma bir şeydir. Bəlkə özü bir şey yaraldır. Bəl huvə şairun. Bəlkə olmaya bu bir şairdir. Yəni o uydurucudan irtiqa verdi, gətdi bunu təxyil məqamına və həman ki Farabin də düşüncəsində elə o vəhyin əmməsində bir təxyilə yer açır. Olmuyor bu təxyildən bəhr aparıbdır və bu şeir qalibində bizə istəyir bunu desin. O bir şairdir. Elə isə o bizə əvvəlki Peyğəmbərlə göndərənlər kimin bizə bir möcüzə gətirsin. Əgər bir cürdürsə, bu Qur'an ki bizim baxışığımızda bir addi və məmuli bir söz ola bilər. Bu gəlsin, qabaqçı Peyğəmbərlər kimin bizə bir möcüzə görsətsin, olsun biz də inanaq da buna. Peyğəmbərlərin işləri möcüzə görsətməkdir, bizə görsətsin. Qur'an gəlir buna cavab verir. Deyir ki, "Ma amanat qablahum min qaryatin ahlaknaha fahum yu'minun." Biz bu işi gördük qabaqçalarda. Qabaqçalarda biz elə peyğəmbərlər gəldilər, möcüzəni də görsətdilər.
Amma bu məmləkətlərdə, bu abadilərdə, bu kətlərdə siz iman gətirmədiniz bu möcüzələrə. Biz də gəldik, neynədik? Sizi həlak elədik. Bu elə sizin də başınıza gələcəkdir. Siz yenə də iman gətirməyəcəksiniz. Onlardan əvvəl məhv etdiyimiz heç bir məmləkət iman gətirməmişdi. İndi onlar mı iman gətirəcəklərmi? Siz iman gətirməyəcəksiniz. Eyni onlara tay bir şey. وَمَا أَرْسَلْنَا قَبْلَكَ إِلَّا رِجَالًا نُوحِي إِلَيْهِمْ فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لَا تَعْلَمُونَ. Ey Peyğəmbər, biz səndən əvvəldə məhz özlərinə vəhy etdiyimiz kişilər Peyğəmbər kimi göndərdik. Biz insanları göndərdik ki, eyni Peyğəmbər kimi bunlara biz vəhy eləyirdik. Əgər sən yadından çıxıbdısa, onlara işrafın yoxdursa, əhl-i zikridən soruş şunan. Əhl-i zikr orada ümumiyyətdə onlarmışlar ki, bəlkə Tevrat oxuymuşlar, İncil oxuymuşlar. Ya o qoca insanlarmışlar ki, onların güclü hafizələri varmış. Onlardan eləyə bilərsən sən, soruşasan, görəsən ki, in kuntum la ta'lamun. Əgər siz onları bilmirsinizsə, demək olar, onlardan neyini soruşun. Soruşsaz bunlara yetişəcəksiniz. Görəcəksiniz ki, biz nə cür insanlar ricalən göndərmişik. Ma cəəlnahum cəsədən la yəkulunət-təam və ma kanu xalidin. Biz onları, yəni Peyğəmbərləri yeməkdən bir cəsəd etmədik. Yəni bir cəsəd kimin ki, bunlar heç zat yeməyələr, içməyələr, belə bir insan, robot kimin biz bunlara göndərməmişik. Bunlar demək olar ki, əbədi yaşamırlar. Cavidan və xalid deyirlər. Addi və məmuli bir insandılar. Biz öcür onları göndərmişik. Sümmə sədəqnahumul və'd fəəncəynahum və mən nəşəu və əhləknəl musrifin. Sonra onlara verdiyimiz sözü yerinə yetirdik. Axı biz ola bilməzdi ki, bir insanı göndərək ondan sadiq olmayaq. Biz vədəmizə düz vəfa eləmişik. Yerində də, beləcə də həm onlara, həm də o istədiyimiz insanları biz nəcat verdik. Yəni həm o Peyğəmbərləri yerində, həm də o istədiyimiz insanları biz nəcat verdik. Həddi aşanları da məhv etdik. Musrifin, onlar iki cızıqdan, həddidən neynirlər? Keçirlər. Oğlanı demişdi ki, nazənini to vəli dər həddi xiş. Əllə, pa məni əz həddi xiş. O müsriflərdən neynirik biz? Belə intiqam alırıq. Ləqəd ənzəlnə iləykum kitabən fihi zikrukum əfələ təqilun. Xub, biz bu vədəmizə nə cür sadiq olduq bunlarla? Nə cür düz vədəmizi yerinə gətirdik? Biz həqiqətən sizin üçün bir kitab göndərdik ki, o kitabın içində siz özünüzü görə bilərsiniz. Zikrukum. Yəni oxuduqca demək olar o kitabda siz özlüyüz sizin yadınıza düşəcəkdir. Əfələ təqilun. Siz bunu düşünməyəcəksiniz, heç almayacaqsınız. Xub, mən bu 10 ayəni demək olar əzbərləmişdim. İcazə versəz bu 10 ayənlə bağlı bir-iki dənə nüktə sizinlə ortalığa qoyum sürətlə. Bir dənə də qıssaca elə bu demək olar ayələrlə bağlı Məsnəvidə bir nağıl var, onu
türkçədə sizə təqdim eləyəcəm və söhbətlərimi qurtaracağım. Əzizlər, Ənbiya surəsi demək olar ki, Məkki surələrdəndir. Məkki surələr, yəni o ayələrdirlər ki, demək olar vəhy elə o qalibində, o uslubunda, demək, mən istəmirəm bu təbiri işlədəm ki, o lətif halətinə keçməmişdən öncə demək olar gəlir. Çün mədəni ayələrə baxanda elə bir bu ayələr o qədər seyqəl tapıb, o qədər təltif olubdur, o qədər dildə bu rəvanlaşıbdır ki, adam hiss eləyir ki, getdikcə bir dənə mükəmməl bir dənə təcrübə ilə insan müvacihdir. Amma bu Məkki ayələrdə elə qılış kimin bu ayələr şappıltı ilə demək olar gəlir ərəblərin zehnilərinə, ta bunlar neynəsin? Eyni bir balta kimin bunların kimliyini sual aparır. Bunların hüviyyətini sual aparır. Demək olar ki, Ənbiya surəsi də bu cür bir surədir. Məkki ayələr həman o esensial ayələrdirlər ki, bizi həm tövhidə, həm nübüvvətə, həm məada dəvət eləyir. Yəni, olmazdı ki, Qur'anda bunlar olmasınlar. Aksidental ayələr kimindədir ki, ümumiyyətlə mədənidədirlər. Ərəbin öz urfu ilə bunlar şəkli tapırdılar, saman tapırdılar. Bunlar gəlirdi, deyirdi ki, Allah vardı, bir dənədir, onun bir elçisi vardı, Muhammeddir, bir hesab kitab da vardı bu aləmdən sonra, ona yetişəcək bir qeyb aləm də vardı. Bu, demək olar, bütün Qur'anın o sütun fəqəratı bunun üstündə qoyulubdur və ola bilməzdi ki, bu ayələr Qur'anda gəlməsin. Ona görə bunlar eyni balta kimi gəldi. Onun ərəbin zehninə, əqlaniyyətinə, ürəyinə, ta neynəsin, onu yerdən dərbətsin. Ənbiya surəsi həqqən də ki, düz qoyulubdur. Elə bu Ənbiya surəsində 16 dənə peyğəmbərin adı gəlir. Musadır, Harundur, İbrahimdir, Lutdur, İshaqdır, Yəqubdur, Nuhdur, Davuddur, Süleymandır, Əyyubdur, İsmaildir, İdrisdir, Zunnunudur, Zəkəryadır, Yəhyadır. Demək olar ki, bunların qıssaca nağılları gəlir. Niyə? İstəyir peyğəmbərə bir növ həm güvənlik yaratsın, həm bir etimad yaratsın ki, səndən qabaqda bu işi görmüşük, sən elə dağdan bağdan gəlməyibsən, ağır bir dənə təcrübəyə dayanıbsan ki, sən o keçmiş təcrübələrdən də bəhrə aparsan. Ərəblərə də bir dənə dərs versin ki, bu bizim bir aləmdə bir sünnətimiz olub, tarixdə bizim təqdiri nübüvvətimiz olubdur ki, biz peyğəmbərləri göndərmişik bu siyahda. Qulaq asıbsınız, bəhrə aparıbsınız. Qulaq asmayıbsınız, biz sizləri həlak eləmişik. Xub, demək olar ki, gəlirik, birinci ayədə dedik ki, bizim düşüncəmizdə burada hesab elə xudi Həzrət Muhammədin özü ola bilər. Çünki dedik ki, Peyğəmbər buyururdu ki, beysətlə qiyamət eyni iki barmaq kimi bir-birinə yaxındır. Hətta gəlirdilər, birdən soruşurdular Peyğəmbərin özündən ki, deyirdilər ki, qiyamət nə zaman ittifaq düşəcəkdir? Deyirdi ki, hər ki quyət ku qiyamət ey sənəm xiş benma ki, qiyamət nə ki mənəm. Əgər vəhy gəlirdi ki, bir kəs ya kimsə səndən soruşsa ki, qiyamət nə zaman ittifaq düşəcəksə, onlara deyən elə qiyamət mənim özüməm. İttifaq düşübdür. Baxın, görün əməlləriyiz burada, bu mənşurdan keçəndə nə olacaq? Zu qiyamət ra həmi pursidən, az qiyamət ta qiyamət rah cən, ba zəban hal mi gufti bəsi, keyz məhşər həşr ra pursد کسی. پس قیامت شو، قیامت را ببین، دیدن هر چیز را şərt است این. خب bu da bir vəhyani demək olar təcrübədir ki, sən istəyəsən bir şey görəsən, ona görə özü oxşada biləsən ta görəsən. Xub, demək olar 3-cü ayədə də ki, o
zələmu gəlibdir. Qur'anın bir dənə ağır kontekstləri, əzizlər, zülm üstündə dayanıbdır. Yəni, Qur'an zülmlə barışmır, Qur'an zülmlə qarşı-qarşıya gəlir. Qur'an bir dənə fəlsəfi kitabdır, bizə dünya görüşü bağışlayır. Bizim görüşlərimizi o mərifəti iqlimlərdə, 4 dənə mərifəti iqlimlərdə tənzim eləyir. Allaha necə baxmalıyıq, təbiətə necə baxmalıyıq, insana necə baxmalıyıq və bir insan digər insanla münasibətini necə qura bilər, bu baxımdan biz Qur'ana bir dənə fəlsəfi kitab gözü ilə baxa bilirik. Qur'an bir dənə hekmi kitabdır. Yəni o fəlsəfiyə sizə əməli iqdamlar yaraldır ki, siz bu yolları eləyə bilərsiniz, gedəsiz. Qur'an bir dənə ədəbi kitabdır. Yəni burada siz ağır nəqqaşilər görürsünüz ki, elə bir nəfər oturub təbiətdə bütün bunları nəqqaşlıq eləyir, çəkir, qiyamətin tərsimində, dağların hərəkətə gəlməsində. Yəni burada bir dənə əcib bir dənə hünəri biz kitabla üzbəyüzük. Taha Hüseynov məruf Misri bir yazıçıdır ki, özü nabığələrdən idi. O deyərdi ki, Əl-Qur'anu la nəzmun və la nəsrun bəl huvə Qur'anun. Bir nəfər gələ deyə Qur'an nəzmidir ya nəsridir, mən onu rədd eləyirəm. Qur'an təkcə Qur'andır. Buna ayrı şey ad qoya bilənməzsiniz siz. Bəzi tərsə düşüncələr vardır ki, qərbi və masoni dünyasından İslam aləminə sızır ki, ümumiyyətlə bu Qur'anın təxfifində, təqlilində, təhqirində bizi bir para yorumlara aparır ki, Qur'andan desin ki, Qur'an Allahın sözü deyil, Qur'an Peyğəmbərin öz sözüdür və demək olar ki, bunları özü dilə gətirib, getdikcə də demək olar ki, bu bəşəri sözü irtiqa veribdir və o çəkib üstə. Əzizlər, siz oxuduqca Qur'andan çoxlu mənusuz, onlar ki, ərəb ədəbiyyatında uzmandılar və şeir oxuyublar ki, cahili şeirlər ki, müasir şeirlər, görürlər ki, Qur'anın səbki və uslubu fəqət Qur'ana aiddir. Yəni, bu kitab bütün nurdur. Bu kitab üstdən gəlmədi. Gerçi Qur'an, nə mənədir Mevlana'nın sözü, از لب پیغمبر است هر که او گفت حق هر که گفت او حق نگفت او kafir است. Belə Mevlana'nın bir şeiri vardı ki, bəli, Peyğəmbərin xulqumundan, xəlqindən ola bilər, amma o eyni o qalibdə, eyni o əlfazda gəlib onun ürəyində əyləşibdir. Və məndən də soruşmayın ki, məsələn, Allah məgər cerm idi ya cism idi o əlfazı gətsin. Xub, təbiətən o təvanayı və o güc vardı, eləyə bilirdi ki, gətitsin, otursun onun ürəyində və getdikcə də Peyğəmbər bunu almaqda məharət ələ gətirirdi və eləyə bilirdi ki, çox rahatçılığı ilə uzun ayələri də zehnində saxlasın və öz ümmətinə neynəsin, onları intiqal versin. Zülmün qabağında ədalət əyləşir. Bizim Allah Qur'anda adil deyil, vəli bəndələri hər zaman ədalətə dəvət eləyir və ədaləti bir dənə təqvaya yaxın bir dənə qavram bilir və deyir ki, siz ədalətə yaxınlaşın, siz ədalətlə məni ölçənməzsiniz, axı mən adil deyirəm, mən kərəmlə bu aləmə baxmışam, bunları bağışlamaqla sizə yaratmışam, sizə bir lütf eləmişəm, bu lütf ədalətdə sığınmaz. Siz ədalətlə bir-birlərinizi ölçün, mən sizi təqva ilə ölçəcəm. Siz bir-birlərinizi haqqınız yoxdur təqva ilə ölçəsiz. Bir-birinizi həsv eləyəsiniz, bu təqvalı insan deyil. Təqva mənim ölçümdür. Təqva ilə mən sizi ölçəcəm, mənə yaxınlaşacaqsınız. Mən sizi yekəldərəm, xırdaldaram təqva ilə. Ona siz girməyəcəksiniz. Amma siz ədalətlə bir-birlərinizi ölçün. Kim ədalətə yaxındır, onu gətirin öz cərgəzdə, öz çətəzdə onları neynəyin? Yerləşdirin. Xub, gəlirik qabaqda töhmətlər Peyğəmbərə təbiidi vurulur. O bütün insanları ki, yeni sözlər ortalığa qoyurlar, hər zamanədə təkcə Peyğəmbərə aid deyir. O töhmətlər elə vurulubdur. Bütün tarixlərdə bizim milli roşən fikirlərimiz, filsuflarımız, onları ki, yeni sözlər ortalığa qoyublar, töhmətlər elə onlara da aid olub. Bəzilər də bunlar bu yolda canlarını da neyniblər? Əldən veriblər.
Qabağa gəldikcə nə mənadır o 6-cı ayədə deyir ki, biz sizə möcüzə gətirdik və siz iman gətirmədiniz. Amənət. Əzizlər, imanla əmniyyət bir kökdəndir. Yəni o yerdə ki, demək olar əmniyyət var, iman orada yarana bilər. Mən 72-də İsfahan danışqahındakı danışıydum. Orada Ayı Döhtü Sələvatı ilə tanış oldum. Döhtü Sələvatı Həftənamə Nəvid İsfahanı çıxaldırdı. Ayı Ustad Əlləmi Cəfərinin damadı idi. Mən bunun o həftənaməsində məqalələr yazardım 72-də. Demək olar 31 il demək olar bundan qabaq. Bir dənə məqalələri ki o zaman mənim zehnimdədir yazdım. İman və əmniyyət alimanə idi. Yəni dedik ki, əmniyyət imanla bir kökdəndir. Hər yerdəki əmniyyət var. Bütün əmniyyətlər. Əmniyyəti qəzaydən tut qafla. Əmniyyəti bu qəzaydən tut qeynlə. Əmniyyəti fikridən tut. Çeşitli əmniyyətlərin sahələrinə girsən. Orada təmin olsa, biz də imanımızı neyniyəcək orada? Qoruyacaq və saxlayacaq. Və ma ərsəlna qəbləkə illə ricalən nuhi eləyhum. Burada da bu ma amənətdə, ma ərsəlnədə bir dənə də sərfi, nəhvi nüktələrə burada işarə eləyək ki, burada da mamayı nəfyidir. Demək olar, bizim 13 cürə ərəbdə ma varımızdır. 7 cürəsi bunlar ismidirlər. Və 5 cürəsi ya 6 cürəsi də demək olar, bunlar hərf idilər. Mərifə-i tamməsi var ismidən, mərifə-i naqisəsi var, şərtiyyəsi var, istifamiyəsi var, nəkəri-i tamməsi var, nəkəri-i mövsufəsi var, vəsfiyyəsi var. Müxtəlifli bunlara misallar var. Hərfidə də onlardılar ki, nəfi ola bilər, zaidə ola bilər, kafə ola bilər, məstəriyə, zərfiyyə, qeyri-zərfiyyə, şəbih biləysə. Yəni, ta biz bunları düşünməsək, çeşitli mayı, yəni 12-13 dənə mayı, təbiətən biz tərcümədə düz yolu gedəməyəcək. Bu mayi ki, mazi feilin üstünə gəlmişdi amənətdə və ərsəlnədə mayi nəfyidir. 8-ci ayədə gəlir bir para o liderlərin o bəşəri xəslətlərinə neynir, işarə edir. Bu bəşəri, bu liderlər, bu öndərlər, bu rəhbərlər göydən düşmə bir şey deyirlər. Quran da bundan qarşı-qarşıya durur. Deyir, mən eləyə biləm ki, bir insani gətirəm ki, sizə oxşamasın. Bu insan gərək gələ, eyni sizin kimi yiyə, içə, dolana, alver eləyə, evlənə, filan eləyə, ta siz bunu neyniyəsiz? Qəbul eləyəsiz. Hələ bu cür olduqca da görsən bizlər neynirik bu işi, görsən qəbul eləmirik. Siz bu ayı Döhtür Pezeşkiyanın qəziyyəsində də gördünüz, bu adama bir dənə bir pülçük qoşanmadılar. Təmiz yaşamışdı, adil yaşamışdı, əxlaqi yaşamışdı, özünə yeməmişdi, oğurluq eləməmişdi. Əgər bu işləri, bu ünvanı bir dənə öndər görmüş olsaydı, bütün mümkün çapatını tökəcəkdilər eşiyə. Və hələ-hələdir ki, görürsən, deyir ki, mən bunlar nə mənadır, siz qoymusunuz, mən neyniyəm, işləyəm. Mən bir dənə, yəni müasir bir örnək istədim ki, burada neyniyəm, ortalığa qoyam. Elə Peyğəmbərə də bu cür deyirlər, dedi. Bu bir dənə yetim uşaq kimin böyüyübdür, hala tutaq ki, biraz əmanəti vardı, biraz sədaqəti var idi. Bu məyə ola bilər gəlsin ki, Allahla bu ilgiyə geçsin. Ola bilməz, bu gərək firişdə olmuş olaydı. Ki, Quran gəlir onu orada demək olar rədd eləyir. Biz Peyğəmbərlərlə sadiq olduq və 10-cu ayədə də ki, bu cür gəlir. Məncə belə düşünürəm ki, Quran bir dənə kimliknamədir. Yəni, bu ayəni mən belə istəyirəm sizinlə yoram ki, لَقَدْ أَنْزَلْنَا إِلَيْكُمْ كِتَابًا فِيهِ ذِكْرُكُمْ Biz sizə bir kitab göndərdik ki, siz orada özünüzü görəcəksiniz. Yəni, ora baxdıqca özlüyünüz yadınıza düşəcəkdir. Öz kimliyiniz, öz hoviyyətiniz yada düşəcəkdir. Qur'anı biz hoviyyətdən heç vaxt uzaq eləyə bilənmənik. Və hoviyyət ya identity də demək olar 5 dənə müəllifəsi vardır. Həm dildir, həm dindir, həm tarixdir, həm coğrafiyadır, həm də törədir və kültürdür. Bu 5 dənə bizim neyniyir? Kimliyimizi yaraldır. Mən çox xoşluram ki, bu fürsətdə ki, qalıbdır ayı Döjənpur mənə hətmən huşlar verəcəkdir ki, mən nə zaman qurtaracam.
Əzizlər, Məsnəvidə 2-ci dəftərdə bir dənə nağıl vardı. Hətmən siz o nağılı eşidibsiz. Peyğəmbərin elə bu əhvalıdır ki, gətirir, vəhy ilə girir ərəblərin içinə. Ərəblər başlayırlar olmayan buna yaman yoğuz deməyi və o nə cür o ərəblərlə davranır. Belə təmsildə gəlir ki, bir dənə kişidir, ata minib gəlir, bir ləhzə uzaqda baxır, görür ki, ağacın dibində bir nəfərin ağzı açıq qabdır. Qaçır ki, ona sarı görür ki, bir dənə ilan gəldi, girdi bu adamın ağzına. Ki, mən bunu bir dənə məqalədə gətirmişəm ki, o atda gedən elə Peyğəmbərdir və o ağacın altında yatan elə Şebi Cəzirəyi Ərəbdir, Ərəb yarımadasıdır. Və o insan ki, orada əyləşibdir, ərəbi cahilidir. Və o ilan da ki, gedir onun ağzına, o xurafələr və cəhllərdir ki, gedir onun ağzına. İndi bu adam getməlidir ki, onu neynəsin, onu qurtarsın. Gedən kimin görüb baxır, bu ilanı udub və yatıbdır. Başlayır, hey onu qamçılayır ki, oyaldır və çəkir apar o yan bu yana, orada alma vardı, almalardan buna yedidir. Bu hey narahat olur ki, sən məniyə bu cür qamçılıysan filan, deyə danışmayacaqsan. Əlan sən bir aşamda dərsən ki, mənə etiraz eləyəsən, sən fəqət bunlar yeməlisən, bunlar gəh yiyəsən. Yəni, həman o ayələr, həman o işarətlər, həman o bişarətlər balta kimin sənin zehnivə gəlməlidir, ta bütün səni qustursun. Sən para şeylər öyrədiblər və o qusur, o ilanı görür, görən kimin Peyğəmbərin qabağında səcdə gətirir və neynir, deyir ki, mişenidəm fuhşu xərmirandəm, Rəbbə yəssir zirələb mixandəm ki, həman Peyğəmbərin əhvalatındadır. İcazə versəz, mən bunun türkçədə əgər fürsətim olmasa ki, mən qurtara bildim, bir para şeirlərini Ustad Heydər Əbbasidən neyniyim, məhzərizə mən təqdim edeyim. Bir ağıllı gördü ki, bir yatmışın, ağzına girdi ilan, ovdu əlin. Tapmadı dov yəni fürsət, tapmadı dov ilanı öldürməyə, yatmışı qəmdən alıb güldürməyə, vardı xeylək ağıldan çun payı, başına verdi onun möhkəm, başına vurdu onun möhkəm yayı. Sandı ki, şallaqlanır yersiz yerə, qorxudan qaçdı ağaçlıq bir yerə. İstədi atlı kişi ta durmadan, qarnını hörsün bütün zay almadan. Axtarırdı gözləri ondan dəlil, şişli qarnı almadan sanki təbil. Yalvarırdı, mən sənə nə etmişəm, mən səni harda görüb sinsitmişəm. Canımın qəsdindəsən ki, başımı gəl, axıtma bu sayaq göz yaşımı. Sataşıbdır kimsəyə ya Rəbb üzüm, baş gözüm şallaqlanır, yoxdur dözüm. Birini yersiz yerə yolsuz dəli, bu təhər vurmaz ona olmaz zəli. Ağzımızdan daşlanır qanlı köpük, arzısın ya Rəbb onun gəl eylə pük. Qovalar şallaq yenişdən yoxquşa, ağzını açmaz həman o qarqışa. Əndirirdi qamçı atlı durmadan, qoymayırdı o dayansın bircə an. O qaçır dolmuş qarın mıqqıldayır, öz gözün sancır tikan çaqqır yarır. Atlı gəzdirdi onu xeylək dodu, qarnına doldurdular sanki odu. İlana düşdü onun ta ki gözü, səcdə qıldı əyridən bildi düzü. İlanı ta gördü yazlandı qışı, kötəyin çıxdı canından ağrısı. Söylədi sən Cəbrailsən ya vəli, گفت خود تو جبرئیل رحمتی یا خدایی که veli ni'meti. Söylədi sən Cəbrailsən ya vəli, ya mələksən Tanrının rəhmət əli. Ey mübarək saati ki didiyəm, murdə budəm, can nov bəxşidiyəm. Xoş o saatdən ki sən gördün məni, bu yeni can ilə
dindirdin məni, to مرا جویان misal مادران. Mən gurizan از تو مانند خران. Analar tək izləyirdin sən məni, mən qaçırdım səndən eşşək tək. Vəli yiyəsindən hülküdər eşşəkliyi, izləyirkən sahibi çal eşşəyi. İstəyər dursun ona qurtdan havar, bu vəli şallaq atar zoncuqluyar. Özünə hər kimsənin, üzünə hər kimsənin gülsən əgər, bəxtəvərdir olacaq daim gülər. Ey olan hər bir nəyi göyçək özəl, gövşəyib sarsaxladım mən ey gözəl. Demədim mən gövşədi cəhlim mənim, üzünə alma onu ey sərvərim, özünə alma onu ey sərvərim. Ey aparsaydım əgər bu sırrıdan banlayıb, sarsaxlamazdım ey filan. Başa salsaydın məni işdən əgər, tamsınardım qəhrini sanki şəkər. Sən məni lakin döyürdün dinmədən, olmadı aydın mənə illət nədən. Yuvasından quş olub qaçdı huşum, çox danışdım bilmədim çaşdı huşum. Ta gəlir yetişir buna ki, deyir ki, mişenidəm fuhş و xər میراندم. Peyğəmbər deyirsiz, mənə şair deyirsiz, deyin, məcnun deyirsiz, deyin. Mənim bir görəvim vardı, mən o görəvi yerinə yetirəm. Rəbbi yəssir zir ləb mixandəm. Gəzdirirdim at səni andırmadan, Rəbbi yəssirli deyirdim sən yaman. Səni o halda buraxmaq çox çətin, yox idi rüxsət deyəm lik illətin. Hər zaman mi گفتم از درد درون اهد قومی انهم لا یعلمون. Sancılırdım başına döydükcə mən, ehdi qəvmi söyləyirdim ey bilən. Sağ olasınız. Teşekkür ederiz təbrik Sağ olsunlar ki, vəsədə çoxlar bəndə oldular. Agentliklər sağ olsunlar.